Udquna bilmirəm. Zabvuzu nə vaxtsa yoxlamısınızmı? Var. Nə vaxt yoxlamısınız axırıncı dəfə? Axırıncı dəfə. Analiz uzi. Keçən il bu vaxt. Qalıb sənədlər. Verin baxaq. Zoba görə səhər acqarına ömürlük dərman atırsınızmı? Neçəlik? Eotiros 125. 125. Uzidə qorxulu heç nə yoxdur. Əməliyyat sizi gözləmir. Hiperteriozdur məndə. Hiperterioz. Giper deyil, gipotireozdur. Sizin qalxan vari vəzniniz işləmir. O darman ömürlük. Qorxusu yoxdur, problem olmayacaq inşallah zob tərəfindən. Sadəcə o darmanın dozası önəmlidir. İndi sizi yoxlayıb dozanı təmizləyəcəm, yanaşı 2-3 dənə darman yazacağım. Deyin şikayətlərinizi. Hal-hazırda nə narahatçılığınız var? İnşutdan sonra doktor yeyə bilmirdim heç udquna bilmirdi. Bərk idi, ağrı verirdi mənə. Aradan biraz keçdi, getdi. Amma indi yenə təzədən başlayıb. Halsızlıq, yorğunluq, özgünlük, boğulma, təngi nəfəs. Yatmaq istəyirsiniz bütün günü, Bütün gün yataq. tez yorulma. Yata da bilirəm. Yata bilmirsiniz. Saç dökülmə, Yox, onlar yenə çox. sümüklərdə ağrılar, keymə, uyuşma. Ayaqlar, Ağrılar. dizlərim ağrıyır çox. Kömək edəcəm.